Herkese salam. Bu videomda size riyazi qanuna uyğunluq dərsinin izahını təqdim edəcəyim. Ən birinci araşdırma və müzakirəyə baxaq. Birinci deyir hesablama maşını girişdəki ədədi müəyyən ədədə vurur. İkinci maşın isə girişdəki ədədin üzərinə başqa bir ədəd əlavə edir. Baxın 2-ni neçəyə vuranda 3-ə vuranda 6 eləyir də. Üzərinə də 2 gəlsə 8 eləyər. Deməli birinci 3-ə vurur, ikinci isə üzərinə 2 gəlir. Maşınlar göstərilən ardıcılıqla birləşdirildi və nəticə cədvəl şəklində kağıza çap olundu. Çap qurğusu yaxşı işləmədiyinə görə bəzi ədədlər görünmür. Bu ədədləri necə taparıq? Gəl baxaq. Deməli 4-ü 3-ə vurarıq burada. 12, həqiqətən də 12-nin üzərinə 2 gələndə 14 eləyir. 15, hansı ədədi 3-ə vurub 15 alıblar? 5-i. 15-in üzərinə 2 gələndə neçə eləyir? 17. Hansı ədədi üzərinə 2 gəliblər? 18-in 20. Hansı ədədi 3-ə vuranda 18 edib? 6-nı. 6-nı 3-ə vuranda 18 olub. Ədədlərin, bir dəqiqə bu vurduqlarımı çıxım. Səliqəli olsun cədvəlimiz. Aydın oldu da yəqin həlli. Öyrənmə, ədədlərin müəyyən qayda ilə düzülüşü qanuna uyğunluq təşkil edir. Və burada baxın görün hansı qanuna uyğunluq var. Bax, qayda 3 əlavə ediblər hər birinin üzərinə. Burada 4-ə vurublar. Burada 2-yə vurub 1 çıxıblar. Eyni qanuna uyğunluqla ədədlər dəyişib. Baxın, burada da var. Robot göstəriblər. Kitabları hər birin 3-ə vuraraq çapa verir. Yəni, çıxışa verir. Bütün daxil olan ədədləri 3-ə vuraraq çıxışa verir. Bələdçi hissəsində bu qaydadan istifadə edib yazacaq. Verilən qaydalara əsasən cədvəlləri deyir tamamlayın. Baxın 1-i 2-yə vurub üzərinə 5 gəlib 7 alıblar. 4-ü 2-yə vurub üzərinə 5 gəlib 13 alıblar. İndi biz 5-i 2-yə vurub üzərinə 5 gəlsək 15 alacaq. 15. A-nı 2-yə vursaq 2A, üzərinə də 5 gəlsək olduğu kimi qalacaq. Burada 4-ə bölüb 3 çıxıblar. 12-ni bölək 4-ə, çıxaq 3. 12-ni 4-ə böləndə 3, 3-dən 3 çıxanda 0. 24-ü bölək 4-ə, 6, yox, 24-ü 6, 6-dan da 3 çıxanda neçə eləyəcək? 3. 36-nı bölək 4-ə, 9, 9-dan da 3 çıxsaq neçə olacaq? 6. C-ni də olduğu kimi yazaq. C bölünsün 4, çıxılsın 3. İndi burada nədir? Müstəqil işlə. Verilmiş qaydaya əsasən növbəti 3 ədədi tapın. 7 əlavə edərək 3 ədədi tapacağıq. 2-ün üzərinə 7 gələndə 9, 9-un üzərinə 7 gələndə 16, 16-ın üstünə 7 gələndə 23. 5-ə vur, 2 əlavə et. 10-u 5-ə vursaq, üzərinə 2 gəlsək 50, 50-nin üzərinə 2, 52. İndi 52-ni vuracağıq uşaqlar. 52-ni 5-ə vuracağıq. Üzərinə 2 gələcək. 52-ni 5-ə vuranda 2-ni 5-ə 11 yadda, 5, 1 yadda 6, 262. 262-ni indi 5-ə vurmalıyıq. 262-ni 5-ə vuranda 2-ni 5-ə vursaq 10, 1, 0, 1 yadda, 5, 6 ilə 31 yadda, 1, 3 yadda, 5-i 2-yə 10, 13. 1310 olacaq. 1310. 1310. Eləmi? Sonra qayda burada belədir. 2-yə böl, 4 əlavə et. 32-ni 2-yə bölüb 4 əlavə etsək, 16-ın üzərinə 4 gələndə nə eləyir? 20. Sonra 2-yə bölüb 4 əlavə etsək, onun üzərinə 4 gələndə nə eləyəcək? 14. 14-ü 2-yə bölüb 4 əlavə etsək, 7-nin üzərinə 4 gələndə nə eləyəcək? Deməli 14, 14-də 11. Aydın oldu yəqin. Davam edirik. Deməli ki, ədədlərin düzülüş qaydasını müəyyən edin və növbəti 3 ədədi tapın. Düzülüş qaydasını müəyyən edin deyir. 20-dən 32 alınıb, 32-dən 44 alınıb uşaqlar. Fikir verirsinizmi? Bunların hər birinin üzərinə 12 gəliblər. Baxın, 20-nin üzərinə 12 gəliblər, 32, 32-nin üzərinə 12 gəliblər, 44. Onda biz
44'ün üzərinə 12 gəlsək 56. Burada 56. 3 dənə ədəd istəyir. 56'ın üzərinə 12 gəlsək neçə eləyəcək? 68. 68'in də 12 gəlsək 80. 60'dan 53, ondan 47. Burada 7 çıxaraq yazıblar. 53'dən də 7 çıxanda 46. 46'dan 7 çıxacaq 39. 39'dan 7 çıxacaq 32. 32'dən 7 çıxacaq 25. 12, 20. Bunları 2'yə vuraraq yazıblar. Baxın, 48'i 2'yə vuracaq 96. 96'nı 2'yə vuracaq 192. Bunu da 2'yə vuranda 384. Sonra burada nə ediblər? 2'yə vurub üzərinə 1 gəliblər. Fikir verirsiniz, 2'ni 2'yə vuranda 4, üzərinə 1 gələndə 5. 5'i 2'yə vuranda 10, onun da üzərinə 1 gələndə 11. 23'ü 2'yə vuranda 46, 46'ın da üzərinə 1 gələndə 47. Davam edirik. Sonra 47'ni 2'yə vuranda düşür bizim üçün 47'ni 2'yə vuranda 94, üzərinə 1 gələndə 95. Deməli, ikinci ədədimiz 95'dir. Üçüncü ədədimiz, burada yer var, elə qarşısına yazacağım. Yer var burada. Hə, 95. 95'i də 2'yə vursam, şərt necə idi? Necə idi şərt? Şərti biz tapırdıq. 2'yə vurub üzərinə 1 gəlirdik demişdik. Hə. 2'yə vuracağıq. 0, 10, 0, 1 yadda 18, 1 yadda 19. 190. 190'ın da üzərinə 1 gələndə 191. Bu da oldu 3-cü ədədimiz. Sonra nə deyir burada? Deyir, əşya və fiqurların düzülüşündə də müəyyən qanuna uyğunluqlar ola bilər. Bunu həm özündən əvvəlki fiqura görə, həm də yerinə görə müəyyən etmək olur. Məsələn, şəkildə hər növbəti fiqur əvvəlkindən bir kub artırmaqla alınır. Görürsünüz, bax bu şəkildən söhbət gedir. Bir kub artıra gediblər. Və fiqurdakı kuburların sayı isə onun sıra nömrəsindən 2 vahid böyük ədədə. Bax, 2 vahid artıra gediblər. Eləmi? Sıra nömrəsindən 2 vahid artıra gediblər. Bu qanuna uyğunluq cədvəldə də təsvir olunub. Yəni, hər bir sıra nömrəsinin üzərinə kubların sayını gəlib, tapıblar. 10-cu fiqurda neçə kub olacaq tapmaq üçün sual verir burada. Hə, 10-cu fiqurda neçə kub olacaq? Fikir verirsiniz, hamısını üzərinə 2 gəliblərsə, onun da üzərinə 2 gələcəklər burada. 10-cu fiqurda da 12 dənə kub olacaq. İndi 3 dənədir. Qanuna uyğunluğu müəyyən edin deyir. 8-ci fiqurda neçə kub olacaq? Baxaq. Birincidə 2 dənədir. İkincidə 3 dənədir. Üçüncüdə 4. Bir vahid özündən çoxdur hər sırada. 8-cidə neçədən olacaq? 8-cidə olacaq 9 dənə. A-da 9 dənə. B-yə baxaq. Burada 3 dənədir. Burada 6 dənədir. Burada 9 dənədir. 3 artır. 8-cidə neçədən olacaq? 8 vur 3, 24 dənə. Burada 4 dənədir. Burada 2, 5 dənədir. Burada 4, 6 dənədir. Eləmi? 3 artır. 8-cidə neçədən olacaq? 8 üstə gəl 3, 11 dənə olacaq. Sonra məsələ də nə deyir? Məsələ həllində. Gəlin baxaq 61 nömrəli məsələlərə. Şəkillərə əsasən qanuna uyğunluğu müəyyən edin və cədvəli tamamlayın. Baxın, birincidə 3 bucaqdır, ikincidə 4 bucaqdır, üçüncüdə 5 bucaqdır. Ümumiyyətlə, fikir verirsinizmi? 3 bucaq, 4 bucaq, 5 bucaq. 2 artır. Sırasına görə bucaqların sayı da 2 artır. Bunda burada olacaq 6, 5'in üstünə 2 gələndə 7, 6'ın üstünə 2 gələndə 8. Fiqurun sıra nömrəsi 1'dir, 2 dənə, 4 dənə. Fikir versə 2 dəfə artır. O birində 2 vahid idi, bunda 2 dəfə. Burada olacaq 10, 5'i 2'yə vuranda 10.
6'yı 2'ye vuranda 12, 7'ni 2'ye vuranda 14. Sonra nə deyir 5-də? Lalə müxtəlif ədədlər söylədikdə, Elxan bu ədədlərdən müəyyən qayda ilə alınan başqa ədədlər dedi. Başqa ədədlər dedi. Elxan hansı qaydadan istifadə edib? Bax, Lalə 3 deyəndə Elxan 22 deyir. Lalə 5 deyəndə Elxan 36 deyir. Lalə 9 deyəndə Elxan 64 deyir. Deməli, Elxan 3'ü nə edir? Birinci 3'dən başlayaq. 7'yə vurub üzərinə 1 gəlib 22 alır. 5'i 7'yə vurub üzərinə 1 gəlir 35, üzərinə 1 gələndə 36. 9'u 7'yə vurub üzərinə 1 gəlir 9 vur 7 63'dür, üzərinə 1 gələndə 64 olacaq. Deməli 7'yə vurur 7'yə vurub üzərinə 1 gəlir. Sonra Lalənin söylədiyi ədəd A ilə işarə olunarsa, Elxanın bu qayda ilə söyləyəcəyi ədədi hansı ifadə ilə göstərmək olar? A vur 7 üstə gəl 1, B və ya 7A üstə gəl 1. Söyləmək bu şəkildə də göstərmək olar.